Necəsiz? Biz sizinlə bu günləri 5-ci sinif 5-ci sinif təbiət kitabından 2-ci hissəni işləyəcəyik. Mövzu 23. Enerjinin bir növü başqa növünə çevrilə bilərmi? Uşaqlar, siz bilirsiniz ki, enerji müxtəlif növləri var. Artıq müşahidə etdiyiniz kimi enerji bir növdən digər növlərə çevrilə bilər. Canlı və cansızlar iştirak etdikləri bütün proseslərdən enerji çevrilmələri baş verir. Məsələn, bitkilər işıq enerji, kimyəvi enerjiyə çevirərək, yan heyvanlar isə bitkilər yeyərək bu enerji istifadə edir. Uşaqlar, fənər yanarkən bateriyadakı kimyəvi enerji işıq enerjisi çevrilir. Bu zaman fənərin lampasında bir qədər qızır. Deməli, bateriyadakı enerjinin bir hissəsi həm də istilik enerjisi çevrilir. Enerjinin mühüm bir xüsusiyyəti var. Enerji bir növü digər enerji növlərinə çevrilərkən onun çevrilmədən əvvəlki miqdarı çevrilmədən sonra miqdarına bərabər olur. Enerjinin bu xüsusiyyətinə enerji saxlanması qanunu deyilir. Fənərin müəyyən müddət işlədib söndürərdək, sonra bateriyada qalan enerji ilə istilik və işıq enerjisinin cəmi bateriyadakı əvvəl enerjinə bərabər olur. Burada deyir, Nigar sürüşərkən onun A nöqtəsində malik olduğunu prosesdən enerji azalacaq, kinetik enerji isə ancaq B nöqtəsinə çatan anda Nigar'a malik olduğu kinetik enerji ilə A nöqtəsi prosesiyal enerji müqayisə edə bilərsinizmi? Əlbəttə. Uşaqlar, burada deyir, enerji çevrilmələri zamanı onun əvvəlki və sonraki miqdarını dəyişməsə də həmişə müəyyən qədəri bizə lazım olmayan enerji növünə çevrilir. Biz lampadan işıq əldə etmək üçün istilik istifadə edirik. Lampanın qızması isə bizim üçün arzulanan deyil. Lakin lampa bateriyanın enerjisi bir hissəni istilik enerjisində çevirir. Alimlər və mühəndislər bu problemi həll etmək üçün avadanlıqları kəşfləşdirərək onların enerji daha səmərəli istifadə etməsinə nail olurlar. Közərmə lampası, LED lampa ənənəvi lampalarla müqayisə enerjidən daha səmərəli istifadə edir. Uşaqlar, gəldik çatdıq. Biliklərin yoxlanması, enerji fəaliyyəti. Biliklərin yoxlanması. Tapşırıq 1. Fənər işləyərkən hansı enerji çevrilməsi baş verir? Burada deyir ki, kimyəvi enerji, işıq enerjisi. Burada deyir kimyəvi enerji, işıq enerjisi, istilik enerjisi. Uşaqlar, baxın, bunlar hamısı düzgün gəlmir də. Bax, bu da düzgün gəlmir. Ona görə ki, B variantımızdır. Dəqiq gözləyin. Rəngi keçirik. B variantı. Televizor tapşırıq 2-yə keçir. Televizor işləyərkən elektrik enerjisi hansı enerji növlərinə çevrilir. Baxaq, işıq enerjisi, istilik enerjisi, işıq enerjisi, potensial enerji, kinetik enerji, potensial enerji. Uşaqlar, potensial enerjiden burada söhbət getmir deyə D ilə C olmaz, B də mütləq olmaz, ancaq A-dır. Dəqiq gözləyin. A. Deyir, tapşırıq 3-ə keçirik. Deyir, aşağıdakılardan hansı səhvdir? Hər hansı bir prosesiya zamanı enerjinin əvvəlki və sonraki miqdarını dəyişmir. Hayır, olmaz. Elektrik cihazları işləyərkən bu düzdür də, yəni birinci düzdür, mən deyirəm hayır, düzdür. İkincisi, elektrik cihazları işləyərkən elektrik enerjisi bir hissəsi istilik enerjisində çevrilir. Bəli. LED lampalarını istifadə etməklə büdüncəmizə qənaət edə bilərik. Bəli. LED lampalar istifadə etdikdə enerji tamamilə işığa çevrilir. Xeyr, uşaqlar, işığa çevrilir. Ona görə ki, D variantı.
Uşaqlar, siz bilirsiniz ki, biz səhifəm, yəni 5-ci sinif təbiət kitabının 2-ci hissəni işlədik. Uşaqlar, mövzu da 23-ü. Uşaqlar, səhifə 18-dən 21-ə ta qədər işlədik. Uşaqlar, gələn dərsimizdə görüşərik. Sağ olun, salamat qalın.